Ben dünən Rıza Pəhləvinin danışıq haqqında bir şey yazmaq istəyirdim. Daha mətni yazıb qoy bura. Hər halda o mətni belə çətinliklə oxurdu bu adam. Düşündüm ki, acaba mən yəni bu Rıza Pəhləvinin danışıqlarının möhtəvasına toxunum o yazıda. Ya yox, kollən o siyasəti içində fars mediası götürübdü. Onu ələ alım və analiz edin. Yəni burada Rıza Pəhləvi təbiətən var və onlar da müddəi. Amma baxdığımda ki biz yox. Gəlin bunu medyanın bir çalışması kimi götürək. Medya əgər bu çalışmanı götürməsəydi, bildim, o pozisyonda yalnız Rıza Pəhləvi xəbəri oturum qoyur. Amma Rıza Pəhləvinin ki, tamamən puşiş verildi, o yayıldı. Elə bir məsələn bunu bir rəhbər kimi, lider kimi tanıtdırmaq istəyirlər. Yəni bu nəticə gəldim ki, yox, Rıza Pəhləvinin danışıqları möhtəvası yox. Bəlkə bu da mərkəzçi fars mediası. Bu adamı lider kimi topluma məxsus etməyə çalışır və bunu təbliği və tərvici işli medianın tərəfindən. Sonra buna düşündüm ki, nə üçün mərkəzçi fars mediası Rıza Pəhləvini bir lider kimi tanıtdırmağa çalışır? Buna da düşündüm. Dedim ki, yəni bu medianı idarə edənlər də deyəsən bunlar kafası çalışmır, bilmirlər falan deyil. Baxmayaraq ki, Giraş fikri oradadır. Həqiqətən əgər bir dənə bir məsələn deyə bir cumhuri xalq tanınmış, düzgün bir İran səviyyəsində bir tanınmış bir adam olsaydı, onu təqdim edərdilər. Yəni ərxeyinli bir adama, ərxeyinli bir adam. Məsələ deyə burada Həsən-i Şəriət Mədarı var. Həsən-i Şəriət Mədarıya bir özən göstərilir orada. Diqqət yetirdilər orada. Amma media orada da ki, Şəriət Mədarını tanıtdırsın. Onun sözlərinə diqqət edəndə, bunda qeyri-fars xalqların milli hüquqlarına müdafiə edən bir şəxs kimi özün meydana qoyur. Yəni ondan vazgeçmək üçün görür ki, orada bir antik böyük bir potansiyel var qeyri-fars xalqlarının yanında. O potansiyeli, himayəti potansiyeli şəriətində əldə verməmək üçün orada durur və üçün qeyri-fars cərəyanlarının, siyasi hərəkətlərinin potansiyelindən istifadə eləsin. Onu fars mərkəzçi media gətirib lider kimi tanıtdırmağa çalışmır və istəmir də. Bunlara ən ərxeyini Rıza Pəhləvidir. Niyə? Rıza Pəhləvidən sonra kim var ki, ərxeyindi, mərkəzçi bir lider pozisyonda olsun? Məryəm Rəcəvidir. Yəni mücahidin xalq. O mücahidin xalqı gəlib mesela fars mərkəzçi medialar məsul edə bilərlər? Yox. Niyə? O üçün siyasi bir parti yox. Bir siyasi sekt özünü tanıtırır və o siyasi sekt kimin də əməl eləyib? Ona görə gəlib mücahidin xalqı qaldırmır. Halbuki mücahidin xalqın tamamilə gücü, organizə gücü, tarixi gücü, o açıdan ki, İran İslam Cumhuriyeti ilə müxalifətdədir, ondan silahlı savaşıbdır, ölümə gedib, çox böyük həzinələr verib və şahs rejiminin də müxalifidir, bu rejimin də müxalifdir. Yəni, əgərsə məsələn mücahidin xalqın rəhbərləri demokratik əməl etsəydilər bugün, bu cür sekti siyasi yetişənməsəydilər, mənim yəqinim var ki, onlar yəni Məryəm Rəcəvi gətirərdi. Amma Şəriət Mədarı o cür bir ərxeyinlik yoxdur orada ki, düzdür məsələn mərkəz və İranı çalışanda, amma onun fikirlərində qeyri-fars xalqlarının yeri olması üçün o ərxeyinli insan, yəni bu medianın tərəfindən, bu mərkəzli medianın tərəfindən tərəq olunur. Yəni yalnız bir adam qalır. Ondan sonra bu nasyonalist, fars mərkəzli, bu pan-İranistlər falan, bu CPM'li kim, bunlar bir adamlar dəyərlər ki, İran səviyyəsində olursa tanınmış bir şəxsiyyət olsun ki, bir lider kimi tanıtılsın. Yalnız bir alternativ var. O da Pəhləvidir, Rıza Pəhləvidir. Ki, mərkəzçidir, arxeyindir, filan var, amma onun bir boşluğu var. O da dədəsinin padişah olmalıdır. Yəni, onun bir yanlış yönü, yəni mənfi yönü keçən padişahın oğlu olmasıdır. Bir də müsbət yönü var onun. Keçən padişahın oğlu olmaq üçün o da tanınmışdı toplumda. Yəni, o faktor onun tanınmağına səbəb olub. Həman faktor özü bir də mənfi faktordur ki, keçən diktatorun məsələn oğludur. Yəni, bunlara diqqət çəkəndə görürsünüz ki, əsən fars mərkəzçi qruplara Rıza Pəhləvidən sonra ayrı bir alternatif lider ünvanında da bir nəfər məsul. Çünki İran toplumunda çeşitli qruplar var. Bir liderə ehtiyac yoxdur İranda. Yəni bir lider arxasında getmək, yəni %100 yeni bir istibdad, yeni bir diktatorluğun arxasında getmək deməkdir İranda. Çünki hər kimi getsən, dünyanın ən demokrat insanını qoysan sənə keçən 80 milyona qərar verəcəksən, ola diktator da. Yəni bu bir lider dalsın gəzmək üçün binasından bir faşisti bir idədir. Amma
Hər halda mərkəzi toplum indi ayrı bir çare görmüş. Bir demokrat şəxsiyyət tapma falan var. İndi Rıza Pəhləvi gedir. Rıza Pəhləvi bir, yəni kaçınılmaz bir lider kimi indi bu mərkəzçilərə mətrəq olub. Hətta özün cumhuriyyəti daha uyğun bir şivə görür. Yəni özün bir demokrat kimi göstərmiş olsun. Ümumiyyətdə baxanda ayrı adam yoxdur ki, mərkəzi təmsil etsin. İran mediasının təbliğatı yalnız o adam ki, başını qaldırıb toplumda görüşür, onu demək istəyirlər. Yəni indi mərkəzçi cərəyanlar Rıza Pəhləvini figur kimi silə tanıtırsa lider figuru və bu qarşısında ciddi bir cərəyanlar da yoxdur. Türkləri təmsil edən tanınmış təşkilat yoxdur meydanda. Bu hərəkətin ən böyük axsaqlığı oradadır. O biz xalqlarda olsa da ən mühüm və təsir edici və mərkəz siyasətində bir etkili olan qrup Türklərdirlər. Yəni Türklər olursalar, o birisi qeyri-farslar, bu Kürtdür, bu Ərəbdir, bu Bəlisi, onun yanında dursa bir küz ölərlər. Amma Türklərin siyasi meydanda öz adlarına olmadığı sürəcdə o biz xalqlarda üçün güclü bir cərəyanlar dərlər, elə haşiyədə qalacaqlar və bir güc də qazanamayacaqlar. Bu Rıza Pəhləvinin dünəmdə dedim o yazımda buna diqqət çəkdim. Fars mərkəzi mediası bu adamı lider kimi silə tanıttırsınlar. Çünki ayrı bir seçenek yoxdur. Onun yanında bir şəriət mədarı var. Ki dedim o şəriət mədarının səbəblərini görə onu ərxeyin bilmirlər. Mücahidin xalq var ki, onun siyasi sektor olması üçün qəbul eləmirlər. Və sonra da o bizim milli cərəyanlar, bu CP millinin şəxsiyyətlərinə, bunlar hamısı rəsmən ırqıçıdırlar, rəsmən rasistlər. Onları cədid tanıtdırmağının nəticəsiz olar. O mənalı da tanınmış bir adamlar yoxdur. Ona görə o rəqabət əsasında indi bir başlayıb bunun üstündə manov verməli Rıza Pəhləvinin üstünə və burada mərkəzçi axının seçimi bir de kaçınılmaz bir seçim. Yani ayrı seçenek yok onların tarafından. Bu cəhətdə buna dikkat çekmek lazım ki orada Rıza Pəhləvi değil ki özünü orada cətib şeyli. Mərkəzçi Fars mediası əsə istir ki onu cətsin meydana və onu lider kimi məhsul. Ona görə bu dünənki danışıqda mənim diqqətim o medyaya çəkildi. Yəni mərkəzçi Fars mediası nə işlə məşğul, nə etmək istir? Üçün onlarla ki qəbul edib onu hani lansiyer eləsinlər, təqdim eləsinlər və mərsul eləsinlər. Yoxsa qəbul etməsəydilər mərsul eləsinlər Rıza Pəhləvi geçsin 100 dəfə otursun da xəbəri filanlar eləsin. Baxın Rıza Pəhləvi çoxdandır bu cür təşkilat düzəlsin filan eləsin. Qeyqnusu da adı birinin adı nəydi. Amma əməldə yox idi meydanda. Ama bu son zamanda Fars medyası onu götürür, təqdim eləsin, tanıttırsın və hər halda lazımdır ki bunu biraz danışaq. Ki Rıza Pəhləvinin iradəsiyle belə bir şey olur ya yox. Fars mərkəzçi cərəyanların bu zəminədə müəyyən bir təşəbbüs əsasında Rıza Pəhləvini bu cür qaldırırlar və qabardırlar. Sözlərimi dinlədiyiniz üçün təşəkkür edirəm.